Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri cəhalət mühəndisliğinə qələbədən 257-ci bölümü başlayır. Geçenki cəlsədə iki kitabla əski zamanlarda yazılmışdı. Türk dilində təxəssüsi olaraq uzmanlar üçün və uzmanlıq dilində yazılmışdı. Onlarla tanış olduq. Birinci kitabın adı Səhah-ı Rumi deyə bir kitab idi ki, farsça, türkcə lüğətnamədir. Bunu zorumuz çatmadı oxuyaq. Hövsələm çatmadı, əslində zorumuz çatardı, amma hər halda 616 səhifəlik bir kitabdan danışırıq. Lüğətləri biraz ayrı-ayrı almadıq üçün, sətirlər bir-birinə yaxın olduğu üçün. Və bilirsiniz, hər 50 yazı kitab dünyada təkdir. Necə ki, hər insanın, yazarının barmağının əlaməti, cizgisi təkdir. Elə onun da qələmi ki, qoyur hərfləri bir-birinə kağız üstündə yapışdırır, o da dünyada təkdir. Onun üçün onu oxumaq üçün zəhmət istir. Onu biraz az oxuduq və ya oxumadıq hətta. İkinci kitab ki, başladıq, adı Əcəbul Əcaib idi. 606 il bundan öncə yazılmışdı və Sultan Murad ibn Məhəmməd ibn Bayezidin dövründə Osmanlıda yazılmışdı. Bu kitabı ki biz oxuduq, fotokopidir və Princeton Universitetəsində ya bilim danışqahında, Princeton bilim yurdunda saxlanırdı. Bu kitabı ki biz gördük, bu nüsxə idi əsli kitabdan. Yəni əsli kitab deyildi. Və həm də ki nüsxədən bir kopidir. Kopi olduğuna da biz bunun gözəlliklərinin bir çoxunu görə bilmədik. Amma gedək görək bugünkü 257-ci cəlsədə hangi kitab ya hangi kitablar bizə tuş gəlir ki, onunla eləyə bilək Türk insanının yaratdığı, Türk toplumunun yaratdığı dil uyğarlığı və yazı uyğarlığı ilə tanış oluruq və hangi elmlə, hangi təxəssüslə bizi tanış edir. Gedək görək ki, bugünkü kitab hangisidir və şansımıza nə çıxır. Biz bunları oxumuşduq və gəlmişdik buradan. Əcəbül Əcaibi dönün oxuduq. Divan-ı Lüğat-ı Türk. Bir dəfə bunu oxumuşuq. Yəni, bəlkə 2 dəfə. Görək ki, bu acaba fərqli bir şeydir ya yox. Sonra da bir tip kitabı indirək. O tip kitabına da bir baxaq görək ki, tip kitabı nədir? Divan-ı Lüğat-ı Türk'ü mən çox sevdim əslində. Bunu deyim ki, mənim üçün çox əcib kitab oldu. Mən deyirdim, bu fəqət lüğətdir. Yəni, mən bu kitabı oxuyanda birinci dəfə ki, bunu başladım sevməğa, deyirdim ki, bunu yazan lüğətnamə yazıbdır. Onun üçündür Divan-ı Lüğat-ı Türk deyə. Əlbəttə o, yox, o Məhkəmət-ül Lüğəteyn belə bir şeydir. O kitabdan söz gedir, bu ayrıdır. Görək ki, bu kitab nədir? Kitabın əvvəl kağızına baxırıq. Təəssüflə bu kitab, yəni bundan izafi təəssüflə deməyək, bundan izafi bu kitab kiçikləşmiş, səhifəyə yerləşsin, bəllidir. Bunun qəti uzun kitabdır, onun üçün bura yerləşmir. Kitabın əksinə baxırıq, çox gözəl bir əksi çalıblar. Mən əlbəttə biraz tar görürəm, bilmirəm ki, mənim gözlüyümdandır, yoxsa bəlkə də elə bunun əksindən, rəngindən, yox, fərq eləmir. Kitabı, bunun əvvəl bir üstünə baxaq görək ki, nələr vardır, nələr yoxdur. Bu çapidir. Darülxəlafə İlliyə Mətbəyə Amiri, cildi əvvəl, birinci təbi. Bu 600 tarixi təlif yazıb bu kitabın təlif olduğu. Müəllifi kimdir? Məhmud ibn Hüseyn ibn Məhəmməd Kaşğəri. Kaşğərli Mahmud.
Beləsi deyirik biz. Amma əsl adı Mahmud Hüseynin oğlu, Hüseyn də Məhəmmədin oğlu. Bəli, hər üçü də elə Kaşqərlidirlər. 664-cü ildə, Hicri qəməri ilində deyir ki, bu kitab yazılıbdır. Yəni, bu kitab əgər buradan ya, bunda yox, əlbəttə gedəcək, bunda hesablayaq. İndi 1447-ci il deyik, ondan çıxsaq 466 il, 466 ili bu ildən çıxsaq, kitab 981 il öncə yazılıbdır. Bu birinci şeydir. Adı da Divan-ı Lüğat-ı Türk. Ərəbcə yazdığı üçün də yəni bu adın kitabın yazıb Divan-ı Türk. Onun üçün də Türk vavla yazmırdır, Türklə yazıbdır. Tığın üstünə ö qoyubdur, ərəbcə yazıbdır. Bunu 1333-cü ildə, yəni yenə də bunu hesablasaq, əvvəl deyək ki, bu mən bunları bir-bir yazım, çünki bunları sonra əgər imkanım olsa Divan-ı Lüğat-ı Türk. Deyir ki, 466 Hicri qəməridə yazılıb. Tamam. Bundan çıxsaq, bu 981 il öncə yazılıb. Tamam. İndi bu kitab 1333-cü ildə Osmanlıda çap olubdur. 1477 üzrə çox iştibah oldu. 1447-ci il deyirik. Ondan çıxacağıq 1333-1333-ü çıxanda qalacaqdır. 114 il öncə bu kitab Osmanlılığın sonlarında, son illərində 15 il zat qalır ki, aradan geçsin. 10 il. Hətta 9 il qalır ki, aradan aparsınlar. Bu kitab çap olubdur Osmanlı şeyində. Əvvəl bunun kağızına baxaq, sonra üstünün qalanını oxuyarıq. Görürük ki, nə mənə. Görün, kağızı çox gözəl görünür. İkinci, bu cildiydi gördük ya, cildin birinci səhifəsiydi gördük. Bu cildi deyil, qətən cildi deyil, bu səhifədir. Çünki görsənir beləsi. İkinci səhifədə də aynı şeylər təkrar olubdur. Üçüncü səhifədən kitab başlayır. Bismillahirrahmanirrahim və bihil avn. Və ondandır köməklik. Gördüyüm kimi ərəb yazıdır. Ərəbin üstünə o e'rabların qoyubdur, səslərin qoyub ərəbi bölümlərinin. Gedək görək ki, əcəba bu çox cəlib şeylər görürəm. Zahirən buradan ki, mən görürəm, ərəbcədir bu. Bu ehtimalən, hətta bu səhifələr gəldim, buraya yetişdim. Burada gəlir, əlifbanı yazıb burada. Çox gözəl. Əlifbanı da yazıbdır ki, o zaman əlifba nə cür yazılırmış. İndi dostlar, bu 981 il öncə əlifba İslam dünyasında necə yazılırmış, onun şəklini çəkibdir. Əl yazısını çəkibdir. Calibdir. Bu bizə bir dünya köməklik eləsi görək nələr var. Yenə baxıram, davam edirəm. Ərəbcədir və burada da bir ayrı huruf, yenə baxarıq görürük, hangi hərfləri yazıbdır. Mən iki kitab açmışam, onu açmamalıydım. Bunu görürük. Kitabın özü yazıblar ki, 1125 səhifədir. Yəni, mən dana deyirdim, o qabaqçı kitab ki, deyirdim, Mühakimətül Lüğəteyn imiş o. O 20-30 səhifədir. Tərcüməsi ilə filan ilə 100 səhifəyə çıxardıblar. Amma bu kitab 1125 səhifədən ibarətdir ki, PDF-in də hər bir səhifəsində elə bir səhifəsini yerləşdiriblər. Kitabın da boyu uzun olduğu üçün Osmanlıda da çap, gözəl də bir çap olub, ehtimal verirəm, bu elə məmuli çapdır. Yəni şey çap deyil, daş çapı deyil.
E, Bu kitab yerləşmir ki, bunun səhifələrini vuram, səhifəni kamil görək. Hər halda çap da olduğu üçün belə bir vəziyyət, bu kollən ərəbi ilə üzbəüzük qarşılaşırıq. Burada keçirik bir dənə səhifə ağdır, 24-cü səhifə və 25-ci səhifədə fikirlərim ki, ağdır ya da ki, gərək gedək aşağıya. Bəli, 26-cı səhifədə, hətta 28 bəlkə yazıb, üstünə səhifə 28 yazıbdır. Burada bir nəxşə ilə ki, bu nəxşəni dəfələrcə mən görmüşəm, amma bu rəngi nəxşə. Mən bunu buradan bir şey eləyim, özümə print eləyim, qalsın. Rəngidir, çox gözəl bunun nəxşəni. O zaman belə dünyanı belə fərz elirmiş. Çünki dünyanı mahvarədə yox idi keçmiş. Zehnincə deyirdi, burada filan məmləkət var, burada filan məmləkət var, burada filan məmləkət var. Bunlara bir baxarıq, görürük ki, nələr var, nələr yoxdur. Yenə, əlbəttə, yenə yetişik 25-ci səhifəyə, 26 və ha belə. Gedirik, bu kitab burada 28-ci səhifədə zahirən kullu vahidin min hazihi dairə. Dairəni orada tozih verirdi. Geçir, o dairəni gördük. Onu əqulu fi bəyanil əl-sunit türk. Türkün Əlsün lisanları haqqında, dilləri, lisan türkcədir. Qeydərək bunu baxarıq, mən biraz sürət verim bunu baxaq. Burada yetişir 36-cı səhifədə, bu gendə birinci bölüm qutarır. İkinci bölümü Bismillahirrahmanirrahim. Haza kitabul əsmai minəl həmzə. Yəni, orada nədən danışır? Türkün ləhcələrindən danışırdı. Burada nədən danışır? Əlifba ilə, əlifba üzü ilə lüğətləri yazmağa başlayır. Yenə də elə görürəm ki, burada ərəbcə yazıbdır. Yəni, mən deyirdim ki, bu kitab türkcədir. Vəli türkcə deyil, çox calibdir. Mən bunu ərəbcə bilmirdim, çox calibdir. Oxuyaram, mən bunu biraz oradan-buradan oxuyaram. Mənim ərəbim... Burada da bir şeylər görürəm. Əthaniyyətü əşrətü qərabülkə və əlamətühə hazihi. Bir şey, əlamətlər yazıb qoyub burada. Eyni məsələn, əgər bunu baxım görüm üstə, bəli, üstdən də var, yəni mən bunu görməmişəm, geçmişəm. Oğuz, qəbilətun minət Türk və humut Türkmaniyyə və hum isnənə və işrunə batnən. Oğuz qəbiləsi türklərdən bir qəbilədir. Oğuz türklərdən bir qəbilədir. Yəni, türklər çoxdular, bir qəbiləsi Oğuz qəbiləsidir. Və humut Türkmaniyyə. Oğuz dediklərimiz türkdülər. Türk deyə bir şey yoxdur. Əslində hamımız türkəmənik. Amma sonralar türkü deymişik, qalıbdır. Bu cüzə. Və hum isnanə və işrunə bətnən. Onlar, yəni Oğuzlar 22 qarından gəliblər. Ya 22 dəstəyə, qola bölünüblər. Likulli bətnin minha əlamətun və simətun ələ dəvvabihim. Deyir ki, onların hər birisinin özünün bir əlaməti vardı. Heyvanların da üstünə vurarlar, daşıyarlardı. Ya'rifu ba'duhum ba'dan biha. O əlamətlərlə bir-birlərini tanıyarlar. Bu əlaməti görər heyvanında, malında, nə bilim, fərşində, kilimində onu görər, bayrağında onu görər və deyər ki, bu o tayfadır. Yəni tayfaları danışır. Olaha və surrətuhum qınıq. Birincisi, bunlardan yap böyüyü qınıqdır. Min həssəlatini fi zamanina və əlaməti dəvvabihim ələ hazihi surə. Bu qınıq əlamətin burada çəkib dəslər. Ki, məsələn, bunlar çox gözəl, mən bunu adam eləyə bilər ki, bunları yazsın. Bu qınığınçıdır, bu əssaniyə qayıq və əlamətuha hazihi. Onun da əlaməti 1-7-1. Ərəb 7-si ya türkcə 7-2 yazılır. 1-7 bir kimidir, amma o birisi, o qınığınçı, bir dana beləsi gəlir və bir şey, yəni calib bir əlamətdir. Deyə bilərəm ki, bir əlamət də hər halda deyə bilmirəm nədir. Ondan sonra bayəndür, əlamət o hazihi. İngilisi 9-a bənzər bir
şeydir. Ya da İngiliscə hərfin i cıqqılısı bir zərrə aşağısı qeydi bəşayə. Dördüncüsü iqa ya esa ki o da yazıb bilhamzəti vəl bai eyzən, o da ba deyibdir amma yaqa yazıbdır ya esa yazıbdır, belə bir şey, əlaməti ha beləsi bir şey. Və beləsi gedir bunların o 22 dana dedi, neçə danadır? 22 danadır. O 22 dana əlamətlərin hər millətinin əlamətini qoyub bura. Əgər bunları da görsək bir baxarıq. Yenə biraz bunun sürətini çoxaldım, görək ki, hər halda buradan bilirik ki, da girir şeyə də, yəni 1000 il hududən bundan öncə yazılmış bir kitabdan danışırıq. Bu kitab əlbəttə əsl xətti deyil. Dedim, bu çap olmuş bir kitabdır, oxuması rahatdır. Osmanlı bunu çap eləyibdir, Osmanlı dövründə çap olubdur, Osmanlının son 10 ilində, 9 ilində çap olubdur. Çox böyük işlər görürmüşlər Osmanlı dövründə. Bu gözəllikdə kitab çap eləyiblər. Yəni bu keyfiyyətlə, planla. Mən bunu biraz sürətini çoxaldım, çünki lüğət dillər də, məndə lüğətdə o qədər əlim olmadığı üçün. Əlbəttə adam eləyə bilər ki, burada hər lüğətə müraciə eləsin. Məsələn, təəssüflə bu kitabların bir iradı var. O da budur ki, bunlar əksidirlər, PDF əksidir. Yazı PDF deyil ki, adam eləyə bilsin bunların içində axtarış eləsin. Məsələn, bir sözü götürsün, desin ki, görək, İran sözü bunun içində var ya yox. Ər sözü cəm bağlananda nə cür bağlanır? Məsələn, bunları adam eləyə bilərdi ki, görsün. İndi 580-ci səhifəyə baxıram. Çox gözəl dedim, bir çapla qarşı-qarşı yox. Məncə bu Qurquşumla çap dövrünün səmərəsidir. Çox da bir gözəl əlifba ilə da yazılıbdır. 900-cü səhifəyə gedirəm. 903-dür. Görək ki, burada nə var və gedirik 1000-ci səhifəyə. Görək ki, 1004-cü səhifəni görürük burada və gedək kitabın sonuna. Əlbəttə 1113-ə də bir baxaq. Beləsi, burada Toğri. Elə bil ki, bunlarda türkücə yazılıbdır. Burada hardan başlanır, bunu bir başlayıb baxmaq olar. Kitab 1300, kitab bitdi. 1333 səhifə kitab burada deyir ki, bitirdi. Əlbəttə, bu ehtimalən ikinci cildidir, ya hər neçinci cildidir, onu bilmədim. Bitdi və bitəndən sonra burada başlayır ərz-i şükran və təmənni. İki mühüm lisan o kərədən şu qiymətli kitabın surət-i nəfisədə təb və nəşr xüsusinə bəzl himmət buyuran Maarif-i Umumiyyə Naziri və Asar-ı İslamiyyə və Milliyyə Əncüməni rəisi. Baxın, yəni şey dövründə bəzən bizə deyirlər ki, türkçülük ya İslamçılıq ya nə mənə, bunlar nə bilim Atatürk'ün dövrəsində olub falan. Yox, bunların hamısı yalandır, o dövrdə olubdur. Yəni görürsünüz ki, burada deyir ki, Maarif-i Umumiyyə Naziri və Asar-ı İslamiyyə və Milliyyə. Milliyyəni də eyni teyi ərəbi ilə yazıb. Yəni axır te namə teyi çilirik ondan. Əncüməni rəisi Şükrü bəy Əfəndi Həzrətlərinə namütənahi ərz-i şükran və dərdəsti təbi bulunan hurufi hica üzrə mürəttəb tərcüməsinin də əsli gibi müskil xitam ya müsekkil xitam olmasını Cənab-ı Həqdən təmənni eylərəm. 8 Tişrin əvvəl 1333 olacaqdır ki, mini görsənmir. Kitabın müstənsəx və müsəhhihi kilisli müəllim rəfət. Kilisli, elə Türkiyədə indi bir dənə şəhərdir. Orada bir müsəhhih varmış, müstənsəx, nüsxə götürən, yazan və müsəhhihi də müəllim rəfət imiş. O zaman orada da müəllim demiş. Buradan bu üzə bir neçə səhifədir. Burada kitabı haqqında bir şeylər yazır. Məarif, bunu sonralar gəllərəm, baxaram bunu. Birinci cildidə aid, bəli, burada dedim, neçə cildidə yazıbdır. Bunların hamısını PDF-də bir səhifə eləyib, bir kitab eləyiblər.
Birinci cildə aid surəti təshihat. Bir iddə kəlmələr birinci cildə ya ikinci cildə ya üçüncü cildə qələt çap olubdur. O qələtləri burada deyir ki, nə cür düzəldin, o qələtnamə. Əslində bir qələtnamə qoyubdur. Çox cəlibdir. Burada 41-də qurtarır. Və ikinci cildə aid surəti təshihat, ikinci cildində qələtnaməsini qoyub burada. Bu da 115-ci səhifədir, PDF-də görsənir. Üçüncü cildində səhihatı buradadır. Bu da və kitab qutardı. Kitabın cildindən əks qoymayıblar. Görək nə cürdür. Tamam, qeydaq bu səhifələrdən o səhifələri ki şeydir, onları oxuyaq əvvəl. Türkcə yazılıbdır, onları oxuyaq. Dövlət görək nə yazıbdır. Etizar-ı məxsus. Maarif Nizarət Cəliliyyəsi şu kitabın istinsaq və mütbəi təshihatini və bu əbd-i acizə fərman buyurdu. Fəqət kitabın digər nüsxəsi olmadığı üçün sirqət və hərik kimi bir hadisəyə meydan verməmək əməli ilə əməl arzu, əlif ilə yazılır. Əməli ilə əcələ yazdım. Bunun bir ayrı nüsxəsi olmadığı üçün deyir ki, qorxurduq ki, od tuta, yanaf, oğurlana hətta. Görürsünüz, oğurluqdan yazıb burada. Birinci dərd elə İslam dünyasında oğurluqdur. Nüsxəsi olmadığı üçün sirqət və hərik kimi bir hadisəyə meydan verməmək əməli ilə əcələ yazdım. Hətta müqabiləyi belə bənləməyərək nüsxə əsliyi məhfuz bir qasiyəyə todi etdim. Mətbəə təshihatını yazdığım kağızlara tətbiqən yapdım. Müqabilə edilməyən, yəni istir deyək ki, kitabı hətta türküdür da, yəni bunu ehtimalı yoxdur. Mətbəə təshihatını yazdığım kağızlara tətbiqən yapdım. Müqabilə edilməyən kitablar az-çox xətadan salim olmayacağından yazdığım kağızlarda şübhəm var idi. Onun üçün şimdi hər 3 cildi nüsxə əsli ilə müqabiləyə məcbur oldum. İşte bu müqabilə nəticəsində əklaşılan əlavə olan nüqsanları ya da əklaşılan nüqsanları, fərqləri ayrıca göstəriyorum. Mütaliin kiram lütfən bu təshihatı da nəzər diqqətə almaqla bərabər bu babdəki qüsurimi əfv buyururlar. Ümidindəyəm. Əl-üzrü indəl kiram ən-nasu məqbul. Əl-üzrü ində kiramın nas məqbul. Rəfət müəllim burada adını yazıbdır. Rəfət. Kiçik adında yazmayıb. Ondan sonra görsədir burada qələtləri yazıbdır. Da bunları baxmağa ehtiyacı yoxdur. Qeydaq kitabın ən başdan oxuyaq görək ki, Kitab-ı Divan-ı Lüğat-ı Türk. Müəllif Mahmud ibn Hüseyn ibn Muhammed el-Kaşğəri. Tarixi təlifi 466 səni-i hicriyə. Yəni nə olar? Onlar dedik ki, 981 il öncə bu kitab yazılmış. Bu kitabın özünün də yazmağı bir 5 il, 10 il çəksə, 1000 ili geçər. Yəni 1000 ildən öncə bu kitab başlanıb yazılmağa. Bu yeganə kitab Məarif-i Nizarət-i Cəliliyyəsinin təqdiri ilə Hələb dəftərdar Əsbəqi Diyarbəkri Əli Əmiri Əfəndinin kitabxanəsindən istiarə olunaraq təb və təmsil edilmişdir. Yəni gediblər bunu Diyarbəkirdə Əli Əmiri Əfəndi adında bir adamın kitabxanası varmış. Onun kitabxanasından bunu ariyə al, əmanət, istiarə yəni əmanət olunaraq təb və təmsil olunmuşdur. Ona bənzədiblər. Cildi əvvəl. Burada cildiləri yazır. Hər cildin indi özündə bəlkə gördük, bildik ki, haradadır.
bu birinci çapdır, elə başlanıbdır. Darülxəlafə Əliyyə, Darülxəlafətul Əliyyə mətbəi amirə. Amirə dövlətin özünün, dövlətə bağlı olan çapxanadır. Kitabı gen də həmanı təkrar eləyibdir 2-ci cilddə və 3-cündə başlayıbdır. Əlbəttə burada bir 57 946 nömrəli burada görürük 57 54 946 və 57 120 burada üstdə 2 dənə nömrə görürük. Bismillahirrahmanirrahim və bihil aun. Elhamdülillahi zil fazlil cezil ve sun'il cemil ellezî ersele Cibril ala tebyani ve tefsil ila Muhammedin ve tenzil mubeyyinen fihi tahrim ve tahlil hatta nehaca sabil ve nesebel minar ve delil fi zamani أصحه أليل وأفسحه كليل صلى الله عليه وعلى آله الغر البهاليل وسلم تسليما. وأما بعد فقال العبد adın burada yazıbdır. Mahmud ibn el-Hüseyin ibn Muhammed. لما رأيت أن الله تعالى قد أطلع الشمس الدولة في بروج الأتراك. Deyir ki, o zaman ki gördüm, Allah İnnəllâhe teâlâ qəd ətlə'ə şəmsul dövlətə fil buruc əl-ətrac. Deyir, o zaman ki gördüm ki, Allah, böyük Allah, Türklərin dövlət bayrağın, ya bayraq deməyək, günəşin, dövlət günəşin çıxardıbdır. Ətləən elə bir ki, səhər günü çıxır da, gün çıxır. Dövlət, yəni o zaman Türk dövləti var. Diqqət buyurun, 1000 il bundan qabaq Türk dövləti var. Deyir, o zaman ki, gördüm ki, Türk dövlətinin günəşi buruculardan başladı şeyə, ətraş özdə, Türklərin, nə ki, Türk dövlətinin, əl-ətraş, Türklərin dövləti. Və ədara bimulkihim dairətəl əflak və onların fələklər, onların dairələri dövrəsində fırlanır. Fəsəmmə humul turk. Pəs onlara türk dedi. Vəllahumul mulk. Və Allah əlbəttə fəsəmməhum Allah onları türk adlandırdı və vəllahumul mulk. Onlara vilayət verdi, mülkü vilayəti, torpağı verdi. Və cəaləhumul mulukəl əsri. Onları zamanın şahları, muluki, məlikləri qərar verdi. Və vəzəə fi yədihimul əzimmətə əhli dəhr. Və zaman əhli zaman, o zamanın insanlarının yaşayışın onların əllərinə qoydu. Fəqəzəyyəhum fəqəyyəsəhum ya qəyyəzəhum aləl xalq və əyyədəhum aləl haqq və əəddə mən əntəma iləyhim. Onları xəlqə fəqəzəyyətəhum olacaq və qəzəyyəhum, yəni onları qoydu xəlqin üstünə, onlara köməklik elədi haqq üçün, onları əziz elədi millət üçün. Və sə'a beynə yədəyhim, onların qarşısında təlaş eləməğa. Və nalə minhum biləğətin fil murad. Onlar da, hər halda bunlar tərcümə edirəm. Mən istəyirəm biraz oxuyayım, görüm ki, nə vardır. Və səlləmə min muarrəti əv başil ibad. Əv başil ibad. Haqqa li kulli zi lubbin ət-təməssükə bihalihim təvqiən ən vəq'i nəbalihim və la zəriətə lədəyhim əhsənə minə tərətünü bilisanihim. لإصغانهم إليه أسماؤهم وأسمالة استمالة جنانهم
فَإِذَا أَعْسَنْتُمْ بِهِ عَدُوٌّ مِنْ فِرَقِهِمْ وَآمَنُوهُ مِنْ فِرَقِهِمْ فَلْيَلُوذُ بِهِ غَيْرُهُ وَيَكْشِفُ عَنْهُ زَيْرُهُ. Çox gözəl, sadə cümlələr, çox kiçik cümlələrlə yazılıbdır. Burada bir şey gördüm, onu oxuyayım. Və لَقَدْ سَمِعْتُ عَنْ صِغَةٍ مِنْ أَئِمَّةِ الْبُخَارَى وَإِمَامٍ آخَرٍ مِنْ أَهْلِ النِّيشَابُورِ كِلَاهُمَا رَوَايَا بِإِسْتِنَادٍ لَهُمَا. Deyir ki, bir dənə xəbər gördüm ki, İmam Buxaridən və bir ayrı imamdan ki, eşitdim belə bir şeylər ki, hər ikisindən biri Nişapurludur, Nisabur yazıb əlbəttə. Mən Nişabur oxudum, qələtdir. Nisaburə kilahuma rəvaya bi istinadin ləhuma ən Rasulullah sallallahu aleyhi və səlləm ənəhu ləmma zəkərə əşratəl saəti və fətəni axirüz zaman və xərəcət türkül غزية يا غذية فقال تعلموا للسان الترك فإن لهم ملكا tuvala. Türk dilini öğrenin ki onlar üçün uzun zaman hükümeti olacaqdır. Fər-rivayətü birəf'i ta. Rivayət də o ötürü axarım. فَلَنْ سَحَ هَذِهِ الْحَدِيث. Əgər bu hədis doğru olsa وَالْأَحْدُ عَلَيْهِمَا فَيَكُونُ تَعَلُّمُهُ وَاجِبًا وَلَئِنْ لَمْ يَصِحَّ فَالْعَقْلُ يَقْتَضِيهِ. Baxın, ərəb dilində gəlir, görün ki, o zaman, yəni 1000 il bundan qabaq türkçülük, o ki deyirlər türkçülük tazadır, pan-türkizm. 1000 il bundan qabaq bir hədis gətirib, düz ya yalan. Bilmirik, yəni mən bilmirəm, mən özümü deyim. Mən bilmirəm bu hədis düzdür ya yalandır. Amma bir hədis gətirib ki, Həzrəti Məhəmməddən böyük tanınmış siqə, yəni siqətül İslam vəkillər, yəni etimad olunan iki dənə imamdan, İmam Buxari və bir dənə ayrısından ki, adını çəkməyibdir. Deyir ki, belə bir hədis eşitdim ki, türklər, dedim, 1000 ildən öncə bu gəlir. Hökuməti yetişəcəklər və hökumətləri uzun olacaqdır. Onun üçün Ərəb İslam dünyasında bir kitab yazıram ki, türk dilinin öyrənməkləri vacibdir. فَلَئِنْ سَحَ هَذِهِ الْحَدِيثِ وَالْأَحْدَةُ. Əgər Həzrəti Peyğəmbərin dediyi söz düz olsa və bu dediyi söz əhd eləyib, yəni və əhd-i peyman bağlayıb ki, belə olacaqdır, yəni belə də olacaq. Peyğəmbər yalan deməsə, onun üçün deyir ki, bu da olacaqdır. فَيَكُونُ تَعَلُّمُهُ وَاجِبًا. Türk dilinin öyrənməsi vacibdir. O zaman müsəlmanlara deyir, ha türklərə demir, türkün dili türkdür. Müsəlmanlar için dilləri türk deyil, onlara deyir ki, فَيَكُونُ تَعَلُّمُهُ وَاجِبًا وَلَئِنْ لَمْ يَصِحَّ فَالْعَقْلُ يَقْتَضِيهِ. Deyir ki, hətta doğru da olmasa, yəni bu hədis doğru da olmasa, يَصِحَّ فَالْعَقْلُ يَقْتَضِيهِ. Əqli deyir ki, ölçək türk dili, çünki hakimiyyətdədir. فَإِنِّي نَغَبْتُ بِلَادَهُمْ və fiyafihim. Mən onların, mən torpaqların dolanmışam, içində yaşamışam. Və fiyafihim və iqtəsəbtu lügatihim və qəvafihim. Mən onların lüğətlərin və qəvafilərin, qəvafi, mən deyirdim, fəqət ərəblərdən gəlib türk dünyasına. Amma deyir ki, yox, bunların özlərinə aid qafiyə varmış, şeir qafiyəsi varmış. Yəni türklər Firdovsidən çox qabaq türk kitabı sahibi, qafiyə sahibiymişlər, türk kitabı sahibiymişlər. Bu da onları toplayıbdır. Türkiyyətən və türkəmaniyyətən, oğuziyyətən və burada adları yazır. Türki, türkəmani, oğuzi və cəkiliyyə və yağmaiyyə və qərqəriyyə. Mən beləsi oxuyuram, bəlkə də qərqəriyyə. Bunlar mə'əkuni min əfsəhumul lisanən. Deyir ki, bunlar dilləri, türk dili də çox fəsihdir. Və əvzəhuhum bəyanən. Danışanda da aydın danışırlar. Yəni, qaçıq şey danışmırlar. Və əhvəqhum cinanən. Bu əhvəqhum bilmirəm nədir. Və ərəqhum muhtədən. Bunlar ağırlaşdı. Və əsqəyhim sinanən. Hətta dişlərinə can da deyir. Mən bunu eləyə bilirəm ki,
Yazam soruşam görəm ki, bunlar nədir? Hətta istiqamə indi lüğəti kulli taifətin minhum ahsəni qivam. Hər tayfanın özünün dili, lüğət burada dil anlamındadır, söz anlamında deyil. Dil, yəni türk dili ki, onlar danışırlar. Kulli o dili ki, danışırlar onu. Ən gözəl vəziyyətdədir. Və əlləftuhu əbləğət təlifi əzyəni nizam. Mən onu yazdım, çox gözəl bir vəziyyətdə. Və vəzəətü kitabi haza müstəinən billahi Teala muassimən bi divanil lüğati türk. Deyir ki, mən Allahın köməkliyi ilə bunu yazdım və adını qoydum muvassimən, yəni adlaşdırdım bi divanil lüğati türk. Əl-lüğat deməyib, elə lüğat-ı türk üçün cəmdir. Ona görə elə gətirdiyi lüğat-ı türk yazıb. Liyəkunə zikrən müxəllədən və zuxrən muəbbədən. Birəsmil həzrəti əl-müqəddəsəti nəbəviyyəti imamiyyəti haşimiyyəti əbbasiyyəti seyyidina və maulana Əbülqasım Abdullah ibn Muhammed əl-Muqtədə bi əmrillah. Muqtəda bi əmrillah. İndi bunu görək. Əbülqasım, bunu yazaq. Çünki getdi. Əbbasi xəlifəsinin adını yazır ki, orada kimin? Birəsmil həzrətil müqəddəsətin nəbəviyyətin imamiyyətil haşimiyyətil əbbasiyyə. Əbbasi dövrəsində bunları da dedi ki, haşimidilər, imamidilər, nəbəvidilər, yəni Həzrət Peyğəmbərə gedir, yetişirdi. Məsələn, bunların nəsli Seyyidina və Mevlana Əbülqasım. İndi bunu burada mən yazım. Görək ki, bu Əbülqasım, bunu əvvəl çəndərim türkçəyə. Əbülqasım ibni Əbülqasım Abdullah ibni. Orada Abdullahı götürək, əvvəl yazıq. Abdullah ibni kim? Muhammed əl-Muqtədi və Əmrullah. Muhammed əl-Muqtədi bi əmrillah. Görək ki, bunu gətirir kimdir? Hangi zamanda yazılıbdır? Əbülqasım Abdullah ibn Muhammed əl-Muqtədi bi əmrillah yeki az şahzadəgan xanədan Əbbasi ist. Huviyyət və nəsəb. Nam-ı kamil Əbülqasım Abdullah ibn Muhammed əl-Muqtəda bi əmrillah ibn Abdullah əl-Qaimi bi əmrillah. Dədəsi xəlifə əl-Muqtəda bi əmrillahmış. 440 dədəsi ha. Dədəsi 467 ilə 487-ci illər arası hökumət edirdi. Cəddi xəlifə əl-Qaimi bi əmrillah. Bu da əl-Qaim imiş. Xilafə o da 422 ilə 467 arası hökumət edirdi. Amma bunun özünün yazmayıbdı. Bu xəlifə nə بود? Bəlkə yeki az fərzəndan şahzadədən xəlifə əl-Muqtəda بود. Tamam. Bu onun oğlanlarından biri. Dərbarə zindəki o şəxslər mənabə tarixi بسیارنده و پراکنده را بیشتر گزارش‌ها تاریخی عباسیان بر خود خلفا و وزیران و رویدادهای سیاسی تمرکز دارد، نه فرزندان خلفا. برآورد زمانی زندگی با توجه به اینکه پدرش المقتدا بین سالهای 467 ilə 487 hicri qəməri illər arasında xəlifə imiş. Ehtimal gedir ki, Abdullah 467 hicridə dünyaya gəlmiş olsun. Niyə bu cür gedir? Yəni o öləndən sonra uşağı doğulubdur. Məsələn, beləsi yazıbdır. Və در اواخر قرن پنجم یا اوایل قرن ششم هجری قمری زندگی کرده باشد. جمع مورد. خاندان عباسی şahzadə Abbasi xəlifə deyilmiş, dedəsi xəlifə Muhammed əl-Muqtədi və Əmrullahmış, dövrü ehtimali həyat. Bu cürsü نام او را به حروف عربی ترکی عثمانی الفبای قدیم هم بنویسم اگر با منابع خاتمت نظر زمان رو بررسی کنم. Tamam, bu yenə getdi, həman onu yazdı. Bu xəlifə Abbasi deyək ki, hətta əgər 467-ci ildən sonra doğulmuş olsa və bu kitab da bunun dövrəsində yazılmış olsa, dedik ki, necə olar? Kitabı özü yazıb, 466-da yazılıbdır. Bəllidir ki, əgər bu adamın zamanında yazılmış olsa, bu o zaman bir karı imiş da, yəni olmaz ki.
deyir ki, Əmir el-Müminin və Xəlifə-i Rəbb... Yox, o deyir ki, xəlifə deyil, bu deyir xəlifədir. Baxın, Seyyidina və Mevlana Əbülqasım Abdullah ibn Muhammed, Qasimin dədəsi Abdullah ibn Muhammed el-Muqtedi və Əmrillah, Əmir el-Müminin və Xəlifə-i Rəbbül Aləmin. Bu xəlifədir. Necə ki, deyir xəlifə deyil? Ehtimalən bu qarışdırıb bir ayrısını, ya da mən iştibah yazmışam. Əbülqasım Abdullah ibn Muhammed el-Muqteda بأمر أمير المؤمنين خليفة رب العالمين أطال الله بقاءه في عز دائم ممدود وعمر نائم مسعود وأراسي قواعد سلطانه بعزه وأرسى قواعد سلطانه بعز تمتد سوابق المجد في ساحته وعلى نواهي برهانه في مكارم يحيى الأنام من جود راحته وجد سمير النجم عزم صائب الصحم وولي مقرون بعز النصر وعدو ممنون بذل القهر ولا أخلى من المسلمين زله وجماله وقدرنه وفضله وجلاله. Burada da biraz onun şeyler yazır. Gedək kitabın özünə görə görək nə yazır. Və vəzətuhu murattaban ala vela'i hurufil mu'cam. Əlifba üzü ilə bir kitabı tərtib eləmişəm. Mübəşşirən bi hikmətin əv səc'i, əv məsəli, əv şeirin, əv rəcəzin, əv nəsrin. Deyir ki, kitabları nə mən eləmişəm? Müvəşşih eləmişəm, yəni yazmışam. Bi hikmətin, düşüncə üzünə, fəlsəfə üzünə, düşünüş üzünə. O səc'in, səcc üzünə, səcc ehtimalı qafiyəyə yaxın bir şeydir, yəni ya da qafiyədir. O məsəlin, bir də o misal üzünə, məsəl, yəni biz də məsəl deyirik, da dədə-baba sözü. O şeirin, şeir üzünə. O rəcəzin, rəcəz də bilirsiniz, da iki nəfər bir-biri ilə savaşanda, məsələn, ya bir-biri ilə söz şey eləyəndə onda. O nəsrin ya da yazı üzünə. Yəni bəllidir ki, o zaman yazı, türklər yazı yazılmışlar. Hətta ləyyəntu və ərha və bəyyəntu uğurəha və qərha. Deyir ki, onun içinə girdim, onun dərinliklərini da yazdım. Və bəyyəntu, yəni aşkar elədim. Və qasaydu sənəvatin min biruhaliha. Hətta ənəxtu ehtimalə ya ənəxtu kullə kəlimətin məhəlliha. Hər kəlməni də özünə öz yerində işlətdim. Və ənhəztuha min udvaiha və müxaliflərini də yazdı ehtimal. Və liyusadifəha fi məbrakiha talibha və yərsaduha fi məsləkiha rağibuha və həsərtu hazihil lüğətə və əsriha fi səmaniyə kütüb. Mən bunu 9 kitabda deyil yazdım. Əvvəlha minha kitabul həmzə. Əvvəl həmzə, yəni əlif üstündə yazdım. Qəddəmtuha təməyyünən bi kitabullahi Teala. Allah Teala'nın kitabı şey. Vəssani kitabul əs-salim. İkincisi kitab kitabı salimdir. Üçüncüsü kitab əs-salisu kitabul muzaəf. Muzaəf sözlər. Və rabi kitabul misal. Ondan sonra da misallar, zəlbül məsələlər. Və xamisu kitabul zəvatus səlasə. Ondan sonra da zəvat-ı səlasə haqqında ki, bu zəvat-ı səlasəni mən bir dəfə də demişdim, nə mənədir, amma yazıq şey zəvat-ı səlasə nə deməkdir? Görək ki, bunu nə deyir? Zəvat-ı səlasə. Deyir ki, se zat, se mevcud sahibi zat, se həqiqəti daray hüviyyət müstəqil. Zəvat cəmi zatdır, nə mənələrə deyir? Se şəxsiyyət mühim, ya se fərdi sahib cayqah, se mevcud filan, misal. Niyə bu ərəbcə yazır, realıq deyil? Tamamən
Türkcə yaz. O üç zat nələrdirlər? Zəvat sözünün içində hansı üç zatın qəsd olduğu fəqət cümlənin və ya mənbəin mətninə baxılaraq bilinir. Yəni, bu təbir ümumi bir istilahıdır və hər mətndə üç fərqli şəxs, fərqli mövcud ya fərqli həqiqət ocaq ola bilər. Adı, qıssə, tozih, zəvat, səlas üç, zəvat, səlas üç. Əgər ibarət tarixi mətnində olsa, qəsd o dövrənin üç bərcəstə şəxsiyyəti. Əgər fəlsəfədə olsa, qəsd üç müstəqil həqiqət ya cövhər. Əgər ibarət dini olsa, burada da mətn göstərdiyi hansılar olduğu. Tamam, burada yenə də yazmadı ki, o nədir? Qabaqcan bunu yazmışdı. Hər halda, zəvat-ı səlasə haqqındadır. Fikirəm insandır, cinnu insidir, bir də fikirəm Allahdır, bilmirəm. Və sadisi o 6-cısı kitab-ı Zəvatul Ərbəə. Burada da Zəvat-ı Ərbəədən 4 dənədən danışacaq ki, ehtimalən yeldir, torpaqdır, sudur, oddur. Bunlarda ehtimal verirəm. Və sabiqə Kitab-ül Ğunnə. Bu Ğunnə ehtimal verirəm. Bizdə türklərdə bir dənə nun vardı ki, burada deyilirdi. İndi biz onu Azərbaycanda fars dilinin mədrəsələrdə, danışqahlarda, radio, televizyon, ruznamə, kitablarda gördüyümüz, oxuduğumuz üçün onu biz azaltmışıq. Amma türkəmənlər onu danışırlar. Kitab-ül Lüğəti, Ğunnə, üzrəm. Və Saminu 9-cu Kitab-ül Cəm-i Beynə Sakineyn. Burada da sakinlər qalır, ya torpaqda harda kim yaşır. Və cəhəldə kullu kitab min hazihil kutubi şərheyni əsmaən və əfalən və qəddəmtu əsmaəl əfal. Əvvəl adlara görə danışır, sonra feillərə görə sümmə və gəftuha bil əfal mübəyyə. Tamam, gedək burada əşarada görək nə deyir? Fəhazihü surətul müştəmil və mühməlli yu'rəfil mücariyəhi fit Türkiyyə. Arıq, burada bir şeylər deyib, pəs yedim oradan oxuyayım, gəlsin. Və cəhəldə kullu kitab min hazihil kutubi şərheyni əsmaə və əfalən və qəddəmtu الأسماء على الأفعال ثم قفوتها بالأفعال مبوية يا مبوبة على مراتبها الأولى فالأولى واستعرأت الألغاب هذه الكتب والأبواب من العربية اصطلاحا لمعرفة الناس بها بلغت تخالج في صدري أن أبني الكتاب كما بني الخليل كتاب العين واذكر المستعمل والمحمل معا لأعلم أن اللغات التركية تجار العربية. Deyir ki, lüğat-ı Türkü ərəbinin yanınca gətirdim. Ənəl lüğat-ı Türkü tücaril ərəbiyyə kəfarsi rəhanun, kəfarasi rəhan, oqr, agur, axır biz deyirik indi. Agur, əl-istəblu, müstəməl, işlənən söz. Aha, indi dildə işlənənlər var, bir də yaddan çıxanlar var, az işlənənlər var. Onları istir deyə. Əriq, arx, həman bizim dilimizdə arxdır, əriq. Elə desələr bizim başda barışıq. Məsələn, su ərq ilə gəlir. Yəni, ya suyu ərqə döndərdim. Yəni, çox rahat bunu başda parıq. Agur, həman axır, əl-istəblu müstəmil işlənir. Qar, əs-silcu. Qar da ki, indi burada deyirik, əlin qar qarır Torontoda və külək əsir. Məsələn, çox iftizah külək əsir. Gecə də dünən axşamdan buz yağırdı göydən, amma hava şükür olsun qızışıb gecə yarısından əriyib gedibdir. Yoxsa şüşə buz idi hər yer. Qar, əs-silcu, müstəməl. Qəra. Qəra nə mənədir? Qaradır. Biz deyirik qərə, qərə dağ, qara. Qərə qız. Əl-əsvədu, müstəməl. Bu da işlənir. Rəqa. Rəqa mühməldir. Yəni, mənasız bir sözdür. Amma işlənir türk dilində. İşlədirlər. Məsələn, deyirik ki, cırıq-mırıq. Əlbəttə, mırığın mənası var. Amma, məsələn, bu yanında işlənir. Məsələn, kilo-milo. Bu kilo-milo nə mənədir? Mühməldir, amma işlənir.
Onun üçün yazılmış möhməl. Bir sözdür ki, mənası yoxdur, amma işlənir. Gedək o bir səhifədə. Raq. Raq görək nə mənədir? Məsələn, deyirik ki, uzaq raq, geniş raq, gözəl raq, uca raq, məsələn, yaşıl raq, yəni daha çox yaşıl. Bu hərfi təfzil. Bir hərfidir ki, ağızdan çıxır, geniş olmağı göstərir, yekə olmağı göstərir. Müstəməl işlənir özdə. Əzuq, əzzadu, müstəməl. Azuqə həman əzuq deyir. Əzuq. Mən deyirdim, bu ərəbcədən gəlibdir, amma bu əzuq yazıbdır, yəni əliflə, rezə ilə, qaf ilə. Mən deyirdim ki, azuqə sözü məsələn ki, oradan gəlibdir. Bəlkə də oradan gəlib, amma hər halda burada rezə ilə yazıbdır. Əzzadu. Zad dedik, hər şey ki vardı, odur. Müstəməldir, işlənir. Ağuz. Ağuz. Burada yazıb möhməldir, amma bizə ağuz işlənir. Mal heyvan doğanda, özəlliklə qoyun, inək doğanda, bunların südü, birinci süd dərisi vardı, hələ uşaq yeməyibdir, çox qatıdır, ona ağuz deyirik. Biz beləsi deyirik, Qəradağda heç olmasa bu işlənir. Quzi. Quzi hamımız indi bilirik. Əl-həməlu müstəməl işlənir. Quzu quzudur. Qız. Əl-cariyə. Qızdır, cariyə deyirlər ərəbcə. Müstəməl işlənən sözdür. Zıqı. Zıqı yazıb ki, ya da zıqqı, bilmirəm, indi bu təşdidin qoymayıbdır, mən özümdən deyirəm, zıqı. Zıqı möhməldir. Bizdə zıq var, zıq. Ehtimalən bu o ola. Ya da ki, zıq yəni sıxı. Bizdə bu işlənir hala, məsələn. Bir də zıqı da yazıb, zıq, zıq. Yazıb ki, möhməl, bu da işlənmir. Deyir ki, beləsi. Qilə əl-xutvetu tədullu aləl-məsir fəələ hada yunqasur rübaiyyə və məzadə əleyhi. Deyir ki, bu cür şey yazmışıq, bu cür müşəxəs edəcək ki, nə mənədir. Çox gözəl lüğətnameymiş, mən bunu oxumamışdım. فَمِلْتُ إِلَى هَذَا التَّرْتِيبِ طَلَبًا لِتَخْفِيفٍ وَتَقْصِيرًا لِلتَّعْلِيفِ وَبَرَزْتُ بِتَصْنِيفٍ لَمْ أَسْبَقَ إِلَيْهِ وَتَعْلِيفٍ لَمْ يُوقَفَ عَلَيْهِ وَأَدْرَجْتُ الْأُصُولَ بِعِلَلٍ أَوْضَحْتُهَا وَأَقِيسَةٍ فِيهَا أَخْتَرْتُهَا لِيَكُونَ الْمُؤَلِّفُ عَلَى طَرِيقَةِ الْمُثْلَى وَالْمُصَنِّفُ بِالِاقْتِدَاءِ الْأَوْلَى وَجَعَلْتُهُ للمتاوج فيه هاديا ولسابقه تاليا وفي الطرق إليه منهجا وعند التصعيد له معرجا. Tamam, burada da kitabın beləsi düzəltdim, onları tövzih edir. Sümmə inni muassilun likulli firqətin minhum, hər firqənin, türklərin hər bir şeyinin cürsumətən tetefərra'u minhal kəlami li'enne fi ixtisaril mabsuti tetevelledu fihal hikam. Hər dilin özündə bir hikmət vardır. Və nəsərtu fiha şəvahidə minə əşarihim. Hətta yazdım onların şeirlərindən də nümunələr. Əlləti təvəffəhu biha fi aidanihim bil umuri və əşarihim. Burada da şeirlərindən filan onları və kəzalikəl əmsalülləti zərəbuha aləl mədaricil hikmə, hikmət yolu ilə, düşüncə yolu ilə düzəltdiyi zərbil məsələləri də deyəcəyinə yazdım. Fil kərbətin və ni'mə, çətinlikdə və xoşluqda olan zərbil məsələlər. Hətta bəlqəl qailun naqil və əvsələn naqilul hamil fi cəmaatu fil əşa'əl məzkurətə və lüğatəl məşhurətə فبلغ الكتاب في الجودة نهايتها وتضرر في التافة غايتها. İndi buradan hələ feilən bir şey yadıma düşdü, oxuyuq ya, ona görə. Bilirsiniz ki, Türklər Əbbasi dövrətində gücü alıblar əllərinə. Yəni, Əbbasilər dövrəsində ki, Əbbasilər xəlifədirlər, Türklər
xəlifəni belə öldürə bilirlər, təzə xəlifə üst-üstə gətirə bilirlər. Yəni o qədər güclüdülər İslam dünyasında ki, eləyə bilirlər, xəlifə dəyişdirərlər. Əməldə İslam dünyasını idarə edən xəlifə şeylər zamanında, Abbasilər zamanında türklərdirlər. Və dövlət onlardır. Yəni dövlət dediyim türk dövlətidir. Abbasilər fəqət addılar. Bəzən hətta o yaşadıkları ev-eşikdən ya küşdən eşiyə çıxa bilmirlər. فبلغ الكتاب في الجودة نهايتها وتذرى في الطاقة آيتها والله أسأل التوفيق فيما نويت وقلبي عليه تويت ولا حول ولا قوة إلا بالله العلي العظيم وهو حسبنا ونعم الوكيل القول في الحروف التي بنيت عليها اللغات. Hurufa əvvəl istəyirsin ki, nələrdir? Cəlibdir. Bunları mən indi buradan görsədim, görək. El-huruful-lati teduru aleyha elsinetu Türk. Türk dili ondan yazılır ya onun üstündə dəvəran edilir. Teduru, dövr vurur. Və əsriha hiya səmaniyə əşər. 29 hərfidən ibarətdir. Ya 19. Hiya səmaniyə əşər. 19 hərfidən ibarətdir Türk dili. Hiya səmaniyə əşərə harfən əsliyyətən. 19 dana əsli hərfidir. Türəkkəbu minhəl kitabətü Türkiyə. Kitab yazı, Türk yazısı o 19 hərf ilə yazılır. İndi bunu mən baxaram. Yecməuha hadihil məqalətu əxukə beləsi deyir. İndi bunları, o hərfləri beləsi göstərir. Əlif, x, vav, kaf. Ləffa, lam, f. Səməc, sim, mim, cin. Tərqə, t, r, qaf. Bəzərə, b, dal, z, r. Şəyyan, şin, y, əlif. Fətuktabu. Muqattəatuha alə hazih surə. Tək-tək belə yazmaqda deyir ki, belə yazılır. Mən indi bunu necə oxuyacağım bilmirəm. Yəni, qoyun bunu yekəldim. Bundan da bir əks salım, kitabın şeyinə qoyun. Bundan bir əks salım. Qoyaram bura. Dostlar, burada baxsınız, valla mən indi bunu oxuya bilmirəm. Bu, məsələn, oxuyduqlarıma əlifi, aha, ehtimalən altında onun üstündə düzün yazıbdır. Onun altında ərəbcə nə cür yazılır, onu yazıbdır. Bir dənə belə bir xətdir, m kimi düz. Buna deyir əlif. F-nin üstündə belə Həsən H kimi bir şeydir, ona deyir F. Əgər belə olsa, baxın görüm 19 danadır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 danadır. 18 dana, bəs səmaniyə əşər, bəli, 18 üstəki ərəb dilidir, onu da bilmirəm. Yəni, mən deyirəm üstəki o, çünki bir kitabda gördüm ki, bir kitabda Moğul dilində gördüm, Moğul kitabını oxuyanda, baxanda gördüm, ya da ki, Uyğur kitabına baxanda gördüm ki, belə hərflər işlənirmiş. Ona görə, amma mən bilmirəm, indi bu, məsələn, əlifi görürəm, F, X, dal, bilmirəm ki, bunlar ki, oxuram. Çünki o üstəkilər oxunmur beləsi. Vavdir, vav olacaq, vav, reze, qaf, ye, qoyun məsələn, ye, yəhudi, beləsi deyək, əlif, Allah, Əhməd, Əhbər, F, Fatimə, Firuzə, X, Xəlxal, Vav, indi Vavdan bir dənə bir ad tapım ki, çox məşhur olsun. Vilayət gəldi zehnimə, nədənsə yenə ərəbi gəldi, türküsünü axtarırdım. Yenə də ərəbidir, yəni vədud məsələn gəlir, istəyirəm türkcə bir şey tapım, gedir, amma ərəb tapır. Z, Zeynəb, yenə ərəbcədir.
ziniyyət. Qaf, qoyun. Y, Yəhudi misal vurdum. Ç, Kübra məsələn. Dal Z. Dal Z bizdə varmı, yoxmu? Bunu T-yə çevrilir çox vaxt ona görə. Bu məsələn ərəb dilində zəkat. Mim, Məmməd. Nun, Nasir. Sin, Səyyah. B, Baba. Zim, Cəbrəil. Əcəba, türkcə niyə ad yadıma gəlmir? R, Rəsul. Şin, şeytanı deyək. T. Məsələn, bu T əslən, əgər üstdəki T olsa, məsələn, sad kimi yazılır. Cəlibdir. Tut, məsələn. Kaf, ki, əslən, çox fərqli yazılır. İngilisi də T kimi yazılır. Kaf, məsələn, kök. Bu yaxçı idi. Lağəl bu türkcə oldu. Və nəziruhu hazır hurufi fil ərəbiyyə. Onlar da gətirir, burada deyir ki, ərəbdə belə la zikruha ləha fil xətti və lüğati la tənfəkku ənha. Cəlibdir ki, 7 dənə də səbətü əhrufun hərfləri vardı. O xərəv, ayrı hərfləri vardı. Fikir edirəm ki, fər'iyyə, bunlar o əslidirlər, bunlar da fər'idirlər. La zikr ləha fil xətti. Deyir, xəttə gəlməz, yazıda gəlmir. Dildə deyilir, amma yazı və lüğatu la tənfəkku ənha. Amma lüğət onlardan boş deyil. Ehtimalən ıdı, ödü, üdü, o şeylər ki bizdə vardı da, onları ki bizdə vardı və ərəb dilində və fars dilində yoxdur, onları deyir. Və hiyəl ba'ul sülbəti vəl-cimul ərəbiyyə. Baxın, türk dilində ba'ul sülbə, ba'ul sülbə nə mən deməkdir? Bunu yazım görün ki, bu ba'ul sülbə nə deyir bizə? Ba'ul sülbəti. Nə deməkdir ba'ul sülbə? Ərəbi tərkib mənisi sərt ba. Yəni möhkəm deyilən s. Ba, b. P olacaqdır, p. Əlba hürfi əs-sülbə sərt qatı nəyə deyərlər? Bu təbir. Şiklicə sərt və qatı yazılıb ba-i hərfinə. Ya mənidə möhkəm və dəyişməyə zəba məfhum. Burada gətirir. Misal yazmır, amma məncə p-dır. P deyir ki, ba-üs sülbə, p. Vəl-cimul ərəbiyyə, cimə ərəbi və hiyə əvidətü fi hazihil lüğət. Bu dildə çox möhtərəmdir. Və zayül müəllidə. Bir dənə z var ki, müvəlliddir, bilmirəm mənə. Beynə məxrəcəyil zayi və şin. Şin ilə z-ın arasında, şin, mən bunları bilmirəm ki, mərdğin üçün gətirib deyə bilməyəcəm. Vəl-faül ərəbiyyə. Fa-i ərəbiyyəsi də vardı və qeynil möcəmə. Qeyni möcəməsi vardı. Vəl-kafül müvəllidə, yenə kafi müəllidəsi vardı. Beynəl məxrəcəyil qafi vəl-kaf. Qafla kafın arasında. Qafla kafın arasında. O, mən bunları bilmirəm. Vəl-kafülğunnə. Bir dənəğunnə vardı. Əl-mütəvəllidəti beynəl qeyni vəl-qaf və nun. Üçünün arasında. Üst-üstəm. Beynəl qeyni vəl-qaf və nunul vəl-qaf. Və nunla qafın arasında. Fəhazihil hərufu əsəbu linnutqi li-qeyri-türk. Bu hərflər deyir ki, türk olmayanlara çox çətindir, çətinraqdır. Və yüktübü hazihil əhrufu əl-fər'iyyə ələ siğətil huruful əsliyyəti lakinnəha tunqetu feyu'rəfu biha. Tamam. Məsələn, və la tu'cədu fi lüğatid türkü bi əsriha əssa. 3 nöqtəli s deyil yoxdur onlarda. Və kəzalikə minəl hurufil itbaqi ət-ta dəstəli t və da dəstəli z və sad sabun sadı və zad zülm yox. İndi bunu ki tap içinə. Hər halda. Və kəzalikə minəl hurufil həlqi əl-ha vəl-ha'i vəl-eyn. Bunlar da deyil yoxdur türküdə. Bu həlqidən gələn Həsən heyi, iki gözlü he və eyni sözü deyir. Bunlar da
buradan gəlməz. Bunlarda zorla da gətirmə. Fəqət qilə lil yevmi uhi. Və lil yevmi fəqət qilə lil yevmi uhi. Yevmə uhi deyərlər. Ləənnə illə ənə səmimə lüğəti. Uki. Deyir ki, ohidir deyirlər, amma əsli nədir? Ukidir. Bilkafil lüğəti qifcaq. Qifcaq lüğətində əlbəttə kaf nədir deyilir, o cürsə. Və yuqalu lizzəndi lil-zəndi. Cəha. İndi zənd nə mənədir? Deyir, ona cəha deyirlər. Lüğətün kə, lüğətü kəncaq, rəkikə. Bilmirəm, rəkikə indi yəni pis. Və yuqalu lil-rəmədi avah. Və haza eyzən ləysə be səmim. Pis deyəni ehtimalən. Və ma'adə hazəl ha'i qəd tədxulu lil vaqfi kəma yuqalu fi dua əl-bazi tatah. Tahta ehtimalən. Və fi duai əl-fuluvvi qurrə. Fə amma ən yekune kəlamən mahvən fəla. Tamam. Yenə burada bir şey gəlibdir, onu da görün, bu nə mənədir? Fəəmməl ha əvvəl-inə. Burada gəlibdir. Mən burada gördüyüm, nəzərimə gəlir, Moğul hərflərini yazıbdır. Beləsi görürəm. Hələ hərflərin davamı var. Yəni, tozih verir ki, fəizə ahticə ilə kətbəti sa'i təktubu ələ surəti dalit Türkiyyə və tənqitu əleyhə. Görürsünüz ki, Zai Türkinizadə də burada danışır və ki, zalikə sadu təktubu kəddali və tənqitu və sadu təktubu kəssini və tənqitu. Sin kimi yazılar və o cürdə deyinər. Fəəmməl ha'u vəl-in vəl-ha'u təktubu ələ surətil xa'i əl-mu'cəmə. Bunlar da xai mü'cəmə kimi yazılar. Və tu'ləmu əleyhə bi əlamətin. Üstlərinə də əlamət qoyular. Ləzəxdə onları tozih verir. Mən bunları baş tapmadığım üçün mənim təxəssüsüm deyil. Bir də ərəbim bu qədər güclü deyil. Yəni bunu deyim ki, bu çox gözəl bir kitabdır, amma mən bunları bilmirəm. Bilmədiyim üçün də bunu üstündən geçirəm. Gedim kitabın əvvəlindən bir-iki lüğətə baxım. Burada gəlir, müxtəlif şeylərə görə danışır. Çox gözəl bir kitabıymış. Mən bunu niyə oxum? Fe'lilər haqqında danışır. Əl-əf'alu sunaiyə və sülasiyyə və rubaiyyə və xumasiyyə və sülasiyyə. Əf'al Türkiyədə 2 hərfli, 3 hərfli, 4 hərfli, 5 hərfli və 6 hərfli fe'lilər var. Ərəbcədə sülasidir, rubaidir. Ziyadatu əf'ali bil hurufil əmu və nun və lam əlif vəl-ba fəkullu vahidin minhuma təzadun liməanin. Deyir, bu hərflərin hangisi gəlsə, bir feylə ya ismə izafə olsa, mənanı fərq elədirlər. Fəəmməl əlifu nəhvu qolihim təbra həsəd eləyəndə deyərlər təbzadı. Təbz lil səbxəti. Nə mənə deməkdir? Və qolhum qubradı İza zərəbəl ud. Əsluhu min qolhim qubur. Ya qubuz. Qubur olacaqdır, yox qubuz. Və ta'u təkunul tədiyyətil fi'li nəhvə qolhim təriq əritti. İza nəqqa əl-həntətü və qeyruha. Tamam, bunlar mənim savadımdan çox-çox yuxarıdır. Bu huruflardan danışır. Əl-qolu fi təqdimil hurufi bə'dha ələ bə'z hərflərin önəmi üçün danışır. Calibdir, mən bunları bilmirdim. Mən deyirdim, bəlkə bu kitab lüğətdən danışır. Əslində bu dilin nə cür düzülməsindən danışır. Türk dilinin nə cür fi'li və kəsrətu hudusihi minhu. Əs-salisu əl-failu ləzi yəkunu azimən lə iqamətil fi'li. Əvvəldə biraz bunu cür danışır, sonra nəqşiyə gəldi. Nəqşə çox calibdir. Bu nəqşəni biraz yekəldə bilsaq, buna bir baxaq. Əl-Qubrul Ənhar. Burada bir şey yazıbdır. Tərəfi çox yekətmişəm. Bu biraz kiçildim, görmüş bu nədir? Qəlb, əl-qər,
tərəfində Əl-Bihar, bu tərəfdə yaşıl dənizlər, Əl-Ğubril Ənhar, bu tərəfdə də ehtimalən Türk torpaqlarının şeyini çalır, bilmirəm, sərhəddin. Bu tərəfdə də çaylardan danışır. Ərz-i Yəcuc Məcuc, Yəcuc Məcuc burada olur, yap başda, bu tərəfdə, üstdə, özdə şimal, gün batan şimal məsələn deyək. Ərz-i Kəlimkuşan, Fiyafi və Rəmalun Biğuril Mai Fiha, bilmirəm nədir. Masin üstdədir, Cabir Qayap üstdədir, Cafi buradadır, Bələd Ulviyyə, Anasin Kesirət Minət Türk, burada çoxlu türklər vardı, haradır, bəlli deyil. Bişbəlq, Canbalıq, ehtimalən bura Çin olacaqdır. Ona görə də burada içində bunların görsədir ki, Xanbalıq ona, Canbalıq, Xatun, Selmi, Bəlad-i Qucu, İğır, Nəmənə. Yəni, mən bunları başarmıram da. Yəni, həm farsca, həm ərəbcə yazıbdır, həm də şeydir, Qərri Ceyhun, Bəlad-i Səcistan, Xarəzm, burada Qumluq, Rəml, Qumluq olacaq ehtimalən, Təbəristan, Ərz-i Təbəristan, Xarəzm, cəlibdir ki, Xarəzm ilə Təbəristan bir-birinə yaxındır, məsələn, Nəxşədə. Bilad-ı Xuzistan, Xuzların torpağı olduğu üçün. Bilad-ı Kirman, Bilad-ı Fars. Burada yazıbdır. Bilad-ı Həbəşə, Bərbər, Bilad-ı Rədd. Tamam, baş tapmıram, yəni. Gedək bir-iki lüğətinə baxaq və görək ki, bunun bir-iki lüğətində nələr var. Kitabı kirdik. Vəssani la yəsiru məsdərən illə bil-izafədə və yədxulu fihi ma'nəl hal. Məsdəri nə cür düzəldirlər onu danışır. Əl-Qolun fi təbəqat türk və bəyan-ı qəbail. Burada türklərin qəbilələri haqqında danışır. Təbəqat və, yəni, təbəqat ictimaidən danışır. Bu şey ki, bu günlər nə deyirlər? İngiliscədə class deyirlər və farscada nə deyirlər buna? Elfişin təbəqə deyirlər. Ət-Türku fil-əsli 20 qəbilə, 20 qəbilədirlər. Yətəzunə kulluhum ilə Türk ibni Yafis ibni Nuh. Özlərin belə bilirlər, hamısı deyirlər ki, biz Türkiyə, Yafis, Nuhun oğlu Yafisin, Yafisə bağlıyıq. Ki, onun da oğlu Türkdadır. Ən-Nəbiyyü sallallahu aleyhi və hum bi mənziləti əvlad Ər-Rum Mibni Əysub ibni İshaq ibni İbrahim sallallahu aleyhi və kullu qəbilətin minha yətunu la yəhsihəm illallah və inni addu ummahatul qəbaili və tarikul hüləli. Tamam, ən mühüm qəbilələri deyir. İlla bətunun Quziyyə, Quziyyə ət-Türkəmaniyyə fə inni zakir bütunəhum və səmati dəvabihim. Hətta heyvanların da adını deyəcəm. Lihacətin nasi ilə mərifətihim və mübəyyinu mənadilə kulli qəbilətin minhum. Harada otururlar onu da deyəcəm. Minəl ərz-i şərqiyyəti ələt tərtib, şərqidən gün çıxandan gün batana tərəf tərtib ilə hangisi harada oturur, onları da deyəcəm. Minəl qurbir rumi ilə məşriq və Rumun yaxından da məşriqə tərəf, cahiliyyə və İslamiyyə. Cahili olalar ya müsəlman olalar. Yəni cahili, yəni müsəlman olmayan türklər. Fə əvvəlül qəbaili qurbər Rum, əvvəl qəbilə ki, Ruma yaxındır, Bəcnək, Sümmə, Qıbcaq. Əvvəl Bəcnəkdir,
Orada ya bəcnəndir, ehtimalən bəcnək olacaq. Sonra qıpcaqdır, sümmə oğuzdur, sümmə yamandır, ya yamak, yaman olacaq. Sümmə yaşqırd, sümmə yasmil, sümmə qayı, həman ki gəlib indi burada. Sümmə yabaqu, sümmə tatar, sümmə qırqız və hazihi qurbu sin. Bu da deyir, Çinin dibindədir. Hazihil qəbaili kulluha bəhdər Rumi mumtəddətən ilə şərq. Rumun tərəfindən, mərzindən ta Çinəcən. Beləsi tərtib ilə bu cürsü gəlirmiş. Sümmə cəkil, Çinə gedəndən sonra cəkil, sümmə toxsi, sümmə yağma, sümmə iğraq, sümmə cərüq, sümmə cümül, sümmə Uyğur, sümmə tənküd, sümmə xətay. Məsələn, Uyğur görürsünüz, Uyğurdan sonra hələ Çinin içinə gedir, tünküdlər, sonra xətaylar və hiyə sin. Ora deyir, Çin oldu. Yəni, oracan Çin deyil, calibdir. Oracan Çin deyil, yəni Xatay torpaqlarınacan Çin deyil. Ondan sonra və hiyə sin, orada Çin başlayır. Sümmə təfqac ya təfqac olacaqdır. Təfqac və hiyə masin. Burada masindir. Masin indi nədir onu mən bilmirəm. Çino-masin vardımızda, amma bir də belə bir şey deyil. Və hazihil qəbaili mütəvəssitədir beynil cünubi və şimal. Bunlar da şimalla cünubun arasındadılar. Fəbəyyəndi kullu vahidin fi hazil dairə. Bu dairədə, o üst dairədə bir görsətdim, mən baxmadım. Türk dillərində burada danışır. Əfsəhəl lüğati limən la ya'rifu illa lisanen vahidən və ləm yaxtəlitu bil farsi və ləm yetəavvədu nuzuləl bilad. Deyir ki, dilləri də bunlar bir dildən izafi la yu'rafu illa lisanen, bir dildən xaric heç bilməzlər. Lisanen vahidən. Və dillərin də farsi ilə ya birisi dillərdən qatmayıblar. Və mən kanə za lisanini, hər kəs iki dil bilsə və əxtələtə bi əhlil mudini və şəhər insanları ilə də cəlcid eləsə fəfil əlfazihi tədxulur rəkətə. Deyir, onun arasında ayrı lüğətləri və hum mislü suğdaq və küncaq və arğu və sinfu əssani mislu xutən və tobut. Ehtimalən təbbət bu olacaq, tobut və bə'zu minə tənküd hazihi təyfətu. Tamam. Yəni, mən bunları oxuya bilmirəm, davam da eləməyim. Gedim, biraz lüğətə, bir-iki lüğət oxuyaq, gedək. Gəldim 230-cu səhviyyə, calibdir. Mən bir belə niyə getdim zababını? Gedim, dalıyı görüm haradan, haracan. İstəyirəm ki, görün bu lüğətlərə hardan başlayır, neçə səfiyyə dilin haqqında, türklər haqqında danışıbdır. Burada hələ feylən, buyurun burada. Babi fəuli, məsələn, burada hələ feylən şeylərdən danışır. Feillərdən danışır zahirən, əfal, feillərin danışır, misallardan danışır. Hələ feilən burada yenə çox əcib tövzihat verir, ədəbi tövzihat verir ki, bunlar fikirəm ki, gərək qəbirdən çıxadaq bu panfarsları. Türklər ki, panfars olublar, bunları qəbirdən çıxadaq, bu kitabı qoyaq qabaqlarını, deyək çağa. Bunu, hətta bunun tərcüməsini, yəni Türkiyə ya Farsçaya tərcümə olmuşun, İngilisiyə tərcümə olmuşun, qoyaq bunların qabaqlarına, deyək ki, calibdir ki, gəldim, mən yetişdim kiyə.
Oquş el-fitnetu və minhu yuqalu lil-fitəni. Oquşluq kişi. Oquş fitnə deməkdir. Oquş nanın el-kesiru min kulli şey. Hər şeydən ki çox ola ona deyirlər oquş nanın. Və fil məsəli tirik əsən bulsa tanın o kişi görüz. Mənahu izə kanəl insanı həyən salimən yaral əcaibə kəsirən. Burada bir zərbil məsəl Tirik əsən bulsa tanın o kuş görür. Və yuqalu li kulli hurun minəl heyvani o kuş yılgı. O kuş yılgı. Aliş huvə fuhatul şurbi vel ensiba. Alüş ismi geriye li kacıgar. Kacıgarda deyir bir çənd adıdır. Aliş huvel ma'xuzetun biddini lil garim. Yuqalu minha alış biriş. Ey axsu haqqın və ətay haqq. Haqqı alıb vermək üçün alış. Ehtimalən əliş yazıbdı, alışdır həman. Alış veriş, beriş olubdur, biriş imiş. Alış biriş. Amma deyir ki, əxzu haqq və etay haqq. Bir haqqı almaq və ya haqqı vermək. Oluş, ən-nəsibu, oluş, nəsib və şinu əsluha kaf. Əlbəttə deyir, bunun əsli kaf imiş. Oluq məsələn, oluq imiş, sonra olub oluş. Oluq, ən-nəsibu fil əsl. Dedik ki, nəsib mənasında oluq. Və haza kəma fil ərəbiyyə tübəddülü kaf ilə ta'nisi bişşin. Onu da oxuduq. Oluş yenə əl-qəriyə, bir dana kənd adıdır. Fil lüğəti cikil. Və ində əhli bəlasuğun və ma vəlaha min bəladə arğu əl-bəldətu. Adam nə dolanıbdır. Oluş tabaqdan, oluş təzaşdan bir ayrısını yazıb. Huvə təfriqətul ənsibai beynəl qovm. Bir-birindən nəmənənə ayırmaqdır millətlərin, qovmların arası. Və şiini mübəddilətun minəl kaf ki, onda dedik, üstə dedi. Acıq ismu cairətü sultan. Sultan ki zülm eləyə ona acıq deyərmişlər. Yuqalu minhu xan muna acıq birdi. Xan mənə acıq verdi. Əy əcarənil məlk. Yəni mənə zülm elədi. Ya da caizətun yəni caizə ola bilər. Caizətil sultan əcazəniyə mülk. Mənə mülk verdi sultan. Xan bana acıq verdi. Türkmen ləhcəsindədir. Acıq kullu şeyun mür. Acıq hər şey ki acı ola. Əcəbə bu azıqdır. Bəli, adıq əddüb və fil məsəli aqci necə əl bulsa adıq anca bul bilir. Mənahu inkanəl qanisu arifən behilul iktibasi fə innə dubbu izən arifun bi tariqil firar. Yazrub haza fi dahini. Misal zərbil məsələlərinə necə belə yazıbdır. Arıq huvə izarul xibai bi lüğətil bürsəğan. Bərsğan. Arıqnan əşşeyun nəzif. Zərif bir şey. Uruq habbu kullu şey. Dənə. Hər şeyin dənəsinə arıq dirmişik. Təəssüflə unutmuşuq gedibdir. Azıq ən-nabu min kulli heyvan. Nab nə deməkdir bilmirəm. Deyir ki, hər heyvandan bu ələ gələn bir şey olacaqdır. Asıq da deyilir buna. Ar-ribh. Asıq ribhdir. Yəni pulu verirsən, biri işlədir, ondan bir fayda alırsan, ona deyir asıq. Usuq huvə təhayyülü şey'u bir şey.
bir şeyi bir şeyle değiştirmeye usuği galımını bu iş usuği mendax. Ey keza muhayiletu hazihil emr. Tamam. Dostlar, bu kitap bizə dərs olmalıdır. Acaba bu Türkçəyə tərcümə olmuş olsa vaqəən qiyamət bir sözdür. Mən bundan ötürü də olmuş olsa girək gedəm ərəbi öyrəşəm. Yəni mən bilmirdim bu böyüklükdə divan-ı lüğat-ı türk əvvəl çox bunda əcib sözlər var imiş. Təəssüflə mən görməmişəm. Tamam, fikirəm ki bir saat yarım oldu. Mən istədim o birisi kitabdan da biraz oxuyam, amma bu kitab oxuya bilmədik gördüyünüz kimi. Yəni çox əla bir kitabla tanış olduq. Ərəb dilində türkcə yazılmış, türkcənin qanun qaydaların, türkcənin lüğətlərin, zərbül məsələlərin, şeirlərin, rəcəzlərin və bu tür bir şeyləri yazıb toplamış. Çox ciddi bir kitab və 1000 il bundan qabaqdan da öncə yazılmış. Yəni 646 hicri qəməlikdə bu qurtarmış olursa, təbiətən bunun bir 10-15 ildə bundan öncə başlamış olsa, yazsa ki, çox da olar. Çünki deyib dolanmışam bunu mən çət-bə-çət, oba-oba, şəhər-şəhər, torpaq-torpaq dolanmışam, bunu yazmışam. Bu bəllidir ki, çox ciddi bir zəhmətlə bir kitab hazırlayıbdır. Bunun Osmanlı dövründə çap olduğu, 100 neçə il bundan qabaq çap olduğu kitabı biz baxdıq. Bu çapdır. Hər halda bunu ərz elədim xidmətinizə. Bunun axirində baxaq görək ki, tarix yazıb ya yox. Mən bir zərrə də gedim dalıya, buranı baxaq, çünki çox mühümdür. İn qəza kitabul cəm'i beynəs sakinin və huvə axəril kutubus səmaniyyə və elhamdülillahi rabbil aləmin. Kitab qutardı, deyir bu sakinlərin arasında və huvə axəril kutubus səmaniyyə 9 kitabın ən sonuncusu da buyur, deyir. Qalə Məhmud ibn, özün mərifil, Məhmud ibn Hüseyin deyir ki, nə deyir? Ləmma vəffənə ma şərətnə, o zaman ki, vəfa elədik. O şey ki, biz şərt eləmişdik fil müqəddəmətil kitabın müqəddəməsində ən-nəcmə fihil lüğat-ı türk, lüğat-ı türkü orada toplayaq və nübəyyinə iləluha və usuluha, onun illətlərin və usulun, o dilin, türk dilinin və nəşri onu şey eləyək, aşkar eləyək, yazaq və nəşri o əqisətuha, onun indi əqisət nə deməkdir? Ehtimalən qıssalığı olmuş olsun, yəni mənə bilmirəm. Və nürəddi bu fusuləha, onun fəsillərini də yazaq. Fəqət üncizəl muud, yetişdi, nəcat tapdıq. Muud, yəni o şey ki, vədə vermiş, onu qutardıq. Və uxrizə əl-məqsud, məqsudumuz da əlimizə gəldi. Və nəbəltu minha əz-ziyadə, hətta ondan da dediklərinə də çox şey oldu. Və ləğvə və lüğəvə və ləğvə və səqtə və həşvə. Bunları da deyir ki, yazdıq ki, ləğvidir, səqətdir, həşvidir, izafə. Bunları da deyirik. Və istəvəl kitabə əl-əmədi və xullədə zuxaral lil-əbədi. Tamam. Qəlilu kəmməl kitabına fi hazəl məhəl. Tamam. Fəyəkmilul kitabına fi hazəl məhəl. Burada kitab təkmil oldu. Və elhamdülillahi əbədən və səlatu ələ rəsulih zərmədən və ələ alihi əcməyin. Fəfərəqə min təəliqihi, onu yazmaqdan qutardı. Əl-əbdül fəqir iləllahi teala. Kim? Muhammed ibni Əbi Bəkr ibni Əbil-Fəthi Əs-Saviyyü, bu adam. Sümmə Əd-Demişki, sonra Demişki tanıdı. Əvvəl Savidi, sonra Demişkili. Savə, əgər bu Savə olsa, ki, indi Tehran yaxınlığındadır, bu adam bunu şey eləyibdir. ehtimalən nüsxə eləyibdir. Yəni, kitabı yazan dedik kim idi? Divan-ı Lüğat-ı Türkü yazan, Kaşğəri, Məhmud. Məhmud Kaşğəri idi. Ondan sonra bir adam bunu nüsxə eləyib. Nüsxə el götürən kimdir? Yəni, bir kitab tapıbdır. Onun üzündən bunu ərəbcəyə yazıb. Bəlkə də bu çevirib ərəbcəyə, bilmirəm. Əlbəttə, orada deyirdi ki, özü eləyibdir. Amma baxaq şuraq. Muhammed ibn Əbi Bəkr ibn Əbil-Fəthi Savi ki, sonra oldu Əd-Demişki. Gelib Demişkidə qalıbdır. Əfəllahu Teala anhu yevməl əhədis sabi vəl işrin.
Yevmel Ahad yekşənbə günü, məsələn bizim dediksə yekşənbə günü, Sabi'i vel işrin 27'sində min Şəvval, Şəvval ayının 27'sində Səniyyə Ərbəə və Sittinə və Tis'əmiə və Sittəmiə 600 Səniyyə Ərbəə və Sittin 664-cü ildə. Mən bunu bir də yazım burada. Görüm nə deyir. Səniyyə Ərbəə və Sittinə və Sittəmiə. ...664 düz demişəm. 664-cü ildə bu adam nüsxə. Əldə olan nüsxə 664-cü Hicri qəməri ilində kimin əli ilə yazılmışdı dedik? Hara getdi? Üstəydi adı. Məhəmməd ibni Əbi Bəkr ibni Əbilfəth Savi Əbilfəth Əs-Savi Sümmət Dimeşqi. Tamam. Bu adam yazıbdı. Bu kitabı yazıbdı. Yəni bu nüsxənin ömrünə baxaq. Nüsxənin ömrünə baxsaq, indi il 1447-dir. Yenə də iştibah yazdım 1447. Bundan çıxsaq 664. Bu nüsxə 783 il öncə nüsxə yazılmış. Tamam. Və sümmə və təmmə bə'də tənqih və təhrib bu şey elibdir. Qələt qulatına da deyir, baxıbdır da özü. Və təhrirə ərbəə mərrat yevmül isneyn və deyir ki 4 dəfə bunu yazıbdır. Və təhrirə ərbəə mərrat yevmül isneyn el-aşiri min cəmadiyül axəri min səniyyə sittə və sittinə və ərbəə mə'ə. Səniyyə sittə və sittinə və ərbəə mə'ə. 466-cı ildə ki burada yazdı. Bu adam, yəni yazan, əsl yazan 466-da bunu yazıbdır. Biri kitabı yazandır, biri kitabı nüsxəliyəndir. Nüsxəliyən 640 Sittinə ərbəə sənə. Haradaydı? 664-cü ildə Ərbəə və Sittin üstəydi. Aha, tamam. İndi übtədi bi təlif, indi yazan deyir. Yazan harada? Übtədi bi təlif, deyirəm axı, mən bir şeyi burada qatışdırmışam. Hey görürəm ki, qatışıq düşürəm. Gedəm, buradan oxumuşduq, gəlmişdi buradan. Pəs Şəvvali səniyyə ərbəə və sittinə və sittə mə'ə 664-cü ildə bu adam yazdı min nüsxətin. Hanki bir dənə ayrı nüsxətən. Hiyə bi xəttil müəllifil kitab. Kitabı yazan, yəni Mahmud-i Kaşqərinin xətti ilə olan kitabın üzündən deyir yazmışam. Yəqulu fi axərin məsurətuhu. Deyir ki, axirində bir surət yazıbdır ki, onun üstündə belə deyir. Nə deyir? 2 nöqtəni qoyubdur, əşqada yazıbdır. Übtədi bi təlifin, yəni Mahmud Kaşqəri özü bunu deyibdir. Übtədi bi təlifi fi xırrəti cəmədül ola min səniyyə ərbəə və sittinə məəsi var, onun düşübdür. Deyir ki, bu kitabı yazdım, başladım yazmağa fi xurri cəmadül ola, cəmadül əvvəlin əvvəllərində min səniyyə ərbəə və sittinə
tez əməyi olacaq, set əməyi olacaqdır. O şey olubdur. 664-cü ildə deyir bunu başladım yazmağa. Və sümmə və təmmə bə'də tənqih və təhsil və təhrir ərbəə mərrat. 4 dəfə deyir bunu yazandan sonra, yazar özü deyir, 4 dəfə kitabı diqqət edəndən sonra deyək ki, qələtlərin tutan Doşənbə günü deyək, kitabı qutarıbdır. Pəs bu kitabın yazmağı 2 il zəhmət çəkibdir. 4 dəfə bunu islah eləyəndən sonra bu son kitab bu olubdur ki, biz görürük. Bu adam da, nüsxəçi də onun üstündən götürüb bunu yazıbdır. Çox gözəl, axirdə bunu da dahi aydın, aşkar dedi, biz də bunu gördük. Allaha şükür edirəm ki, bu günləri Türk dünyasının dilindən və bir gördük ki, ərəbcə yazıb kitabı. Çünki ərəblər üçün yazıb, İslam dünyasına yazıbdır. Xəlifiyə yazıbdır. Xəlifiyə yazdığı üçün və İslam dünyasına yazdığı üçün ki, Türk dili ilə tanış olarlar. Çünki o zaman görürsünüz deyir ki, Türk dövləti İslam dünyasını şey edir, idarə edir. Hətta deyir ki, bəziləri cahildirlər, bəzisi müsəlmandırlar. Cahiliyyət dövrü, yəni müsəlman olmayanlara cahiliyyət deyir də. Deyir, bəziləri bunlar müsəlman deyirlər, bəziləri müsəlmandırlar türklər. Bunu göstərir ki, türklər Əbbasi dövründə çox böyük gücümüşlər və bunların dili dövlət diliymiş. Dövlət diliymiş. Onun üçün ordu diliymiş, dövlət diliymiş. Və bunu hər kəsə öyrənməyə 2 dəlillə deyir ki, lazımdır. 1, Peyğəmbərdən hədis vardı, vacibdir. 2-ci, əql ilə vacibdir. Çünki bunlar dövləti idarə edirlər. Və bu kitabı yazmaq üçün kətdən kəndə, obadan obaya dolanıbdır. Tamam türklərin, zərbil məsələlərin, söyüşlərin, savaşların, hər şeylərin, möhməlli naxışaları, sözləri toplayıbdır, yazıbdır. Bu, bunu göstərir ki, müsəlmanlar o məqtədə, İslam hələ xarici düşmənlərin əlinə keçməmiş məqtədə. Diqqət buyurun. Yəni, 250 il bundan qabaq, ki, o zaman 1000 il bundan qabaqdır. 250 il bundan öncəyəcən müsəlmanlar əhli təhqiq imişlər, araşdırma imişlər, musafirət imişlər. Dünyanı gör. Bundan izafi bir iş görmürük. O halda ki, İslam bunu demir. Mən bunu Şünas TV-də 2012-2013-də bunları bu proqramda əgər o araşdırıraq, əqli sözü necə dəfə işlənir, bilmək sözü, cahillik sözü, Allahda əgər qələbə vardı, Allahda əgər güc var, Allahda əgər yaradıcılıq var, ittifaqən İslamda çox şeylər dəyişibdir. Həzrət Məhəmməd dövründə. Onlardan ki, biri dünya qədər dəyişibdir, çox əcib dəyişibdir, namazdır. Namaz əvvəldə 50 neçə rükət imiş, olubdur 18. Əvvəldə məsələn, əraq içib namaz qıla bilirmişlər, məst olaraq. Sonra deyir ki, məst olanda namaz qılmayın, yəni məst eləməyin də, yəni məst olmayın, huşuz başınızda olsun. Şərabı da günah bilir, şey bilmir, yəni haram bilmir əslində. İsmin kəbir demir ki, günahdır, məsələn, haramdır. Haram demir zahirə, mən belə bilirəm, əlbəttə bəlkə də bilir. Çünki onun üstündə danışıb, onun üstündə Quranda təhqiq eləməmişəm, bunu deyim. Əgər bir yerdəsən ki, su yoxdur, ya soyuqdur, ya buzluqdur, lazım deyil dəstəmaz alasan, təyəmmüm elə. Deyil, həm çox, hətta öz torpağında savaşsan. Lazım deyil ki, zaman içində dəyişdirib. Anda anlaşmalı sözlər var ki, təəssüflə biz onları keçən 400 ildə onların hamısını əli ilə dini gətiriblər, çıxardıblar. Bu yerə ki, bu günləri dünyada ən geri qalmış insanlar müsəlmanlar olubdur. Və hamı da deyir ki, bu İslamdandır. Amma İslama baxırıq, görürük ki, ağa 1000 il bundan qabaq adam gedib çət-çət dolanıb, şəhər-şəhər dolanıb, oba-oba dolanıb, qələ-qələ dolanıb, torpaq-torpaq, dağ-dağ, dərə-dərə dolanıbdır, hər şeyi toplayıbdır. Yəni, İslamda belə bir şey var imiş bəs. Türkdə də var imiş. Yəni, bu tərəfdə də bir də baxaq, bu da türk imiş. Kaşqərliymiş. Və türk insanında belə bir şeylər var imiş. Amma indi bunu görmürük. Hər halda,
Allaha şükür olsun bu günləri çox bir gözəl kitabla tanış olduq. Mən bundan ləzzət apardım. İnşallah Allah mənə imkan versin, mən ərəbcəni yaxşı öyrənim və bu kitabı dərincə oxuyum və düşünüm, hətta lazım olsa tərcümə edib. Bilirəm dostlar tərcümə ediblər, böyüklərimiz tərcümə ediblər. Amma bunu bir də mən tərcümə edeyim da nə olar ki məsələn? Zərərli eləməliyik ki. Ya ayrıları, bəlkə bundan da ayrı bir kitablar da ola bilər. Hər halda çox əla bir kitabla tanış olduq. Türk dilini çox ədəbi şəkildə də zahirən açıqlayıbdır ki, mənim ədəbi düşüncəm olmadığı üçün ədəbiyyatdan lüğət, türk tanış olan. Sağ olun, sağ qalın, gününüz, gecəniz xeyir.